Bu sualda bizdən uyğunluğu müəyyən etmək istəyir. Əvvəlcə gələn sağ tərəfdəki maddələrin saf və yaxud qarışıq olduğunu müəyyən edək. Neft su müxtəlif cinsli qarışığın növüdür. Hava eyni cinsli qarışığın növüdür. Qrafit saf, bəsit maddədir. Sulfat turşusu saf, mürəkkəb maddədir. Şəkər su isə qarışıqdır və eyni cinsli homogen qarışıqdır. Biz buradan əvvəlcə gəlin üçüncüyə baxaq. Heterogen qarışıq. Gördük ki, yalnız neft su qarışıq heterogendir, yəni 1-ə A uyğun gəldi. Daha sonra baxaq birinciyə, eyni növ atomlardan ibarətdir. Biz bilirik ki, saf maddələr bəsit və mürəkkəb maddələr olmaqla iki yerə ayrılır. Saf bəsit maddələr eyni növ atomlardan ibarətdir. Eyni növ atomlardan ibarətdir. Saf mürəkkəb maddələr isə bunlara kimyəvi birləşmələr də deyilir. Saf mürəkkəb maddələr isə müxtəlif növ atomlardan eyni növ molekullardan ibarətdir. Deməli, birincidə bizə deyilir ki, eyni növ atomlardan ibarətdir. O zaman biz saf bəsit maddə axtaracağıq. Yəni 1-ə C uyğun gələcək. İkinci ifadədə isə deyilir ki, eyni növ molekullardan ibarətdir. Bu isə saf mürəkkəb maddəyə aiddir. Yəni D-yə uyğun gəlir sulfat turşusuna. Çünki sulfat turşusu formulunu yazsaq H2SO4-dür. Mürəkkəb maddədir. Qrafit isə karbonun allotropik şəkil dəyişməsidir. C ilə işarə edilir. Yəni 2-yə də D uyğun gələcəkdir. Doğru cavabımız 1C, 2D, 3A-dır.